Baxın, bu qolumu aşağı sala bilmirəm və qolum ümumiyyətlə funksiyasını itirib. Parmaqlarım tərpənir, amma qolum halsızdır və heyzlidir. Azərbaycanda bir müddətdə botoks proseduru etdirən şəxslərin kütləvi şəkildə zəhərlənməsi, əzələlərin iflic olması ilə bağlı məlumatlar yayılıb. Bununla bağlı bir neçə tanınmış bloger öz sosial media hesabında paylaşımlar edib. İddia olunur ki, son 2 ayda ölkəyə gətirilən botoks preparatları keyfiyyətsizdir. Nəticədə prosedurlar üçün müraciət edən şəxslərin üzlərində əyilmə, gözlərində çəpləşmə, nitq qabiliyyətinin itməsi, əl, qol əzələlərinin iflici müşahidə olunur. Hətta hər 5 botoks etdirən şəxsdən 3-ünün zəhərlənməyə məruz qaldığı iddia olunur. Bəzi kosmetoloqların zəhərlənmələrdən sonra botoks prosedurlarının tətbiqini dayandırdığı deyilir. Ceyran adlı bloger sosial şəbəkə hesabında 4 gün əvvəl prosedur etdirdiyini, qol əzələlərinin iflic olduğunu qeyd edib. Danışanda təng nəfəs oluram, qolumu aşağı sala bilmirəm, funksiyasını itirib, parmaqlarım tərpənir, amma qolum halsızdır. Bəzi kosmetoloqlar deyirlər, bizlik bir şey yoxdur. Əgər bunu siz gətirmisinizsə, siz də məsuliyyət daşıyırsınız. 4 gündür gecələr stressdən yata bilmirəm, boğuluram, qolumu aça bilmirəm. Mənim kimi insanları bu günə qoymusunuz. Hər yerindən duran iynəni götürüb vurur. İnsanların sağlamlığı ilə məzələnə bilməzsiniz.